Qədr gecəsi bilirsiniz nə baş verir varlıq aləmində. Bu qədər insanlar gedir Allahın dərgahına tövbə edir. Nələr olacaqdı olmur ondan sonra. Bilirsiniz, bütün düzəni Allah dəyişir bu tövbələrin nəticəsində. Deyirəm, müqəddərat dəyişir. Bilirsiniz, göylərdə nə əzəmətli proseslər gedir ki, bəndələrim tövbəyə gəlir. Tarixin gedişatını dəyişir, ictimai proseslər dəyişir. Yəni, bu bir-biri ilə əlaqəlidir insanların əməlləri. Onların müqəddəratına bu qədər təsirlidir. Tövbə dəyişdirir, bu düzəni Allah bu tərəfə gedəcəkdir. Sənə görə bütün qarşıya gələn hadisələr dəyişir. Səni bu günahlarına görə filan işlər gözləyirdi, bağışladı, yəni bunlar uzaqlaşdı sənin yolundan, səni başqa bir istiqamətə apardı. Görün, nə qədər şeyləri dəyişdi sənə görə. Siz Allah başa düşürsünüz, nə əzəmətli prosesdir tövbə prosesi. Nə qədər əzəmətli bir işdir bağışlanmaq məsələsi. Nə qədər böyük bir işdir.